gün sən bizə 20 ən çox əhalisi olan ölkənin adını çək. Bir də Hindistan, Çin, ABŞ, sonra İndoneziya, Pakistan, Nigeriya, Braziliya, Bangladeş, Rusiya, Meksika, Yaponiya, 12 kimdir? Neysə, darışıq sayıram. Vietnam, 100 milyon çünki hardasa. Sonra Avropadan Fransa orada olar. Yox, bir səhv. Argentina var. Yox, iki səhv. Nə oldu? Avropadan mütləq kimsə olmalıdır məncə. Olmalıdır deyil. Almanya. Var. İlk 11'i saymışam. Bir de Almanya'nı dedim. Bir de Vietnam'ı dedim. Qaldı 7 dənəsi. Afrikadan da deyə bilərsən. Afrika. Etiyopya. Somali var. Yox. Orada acından yəqin az qalıblar. Bizə yaxın Asiyada da yox deyil. İran. Türkiye var. Var. Avrupa'da kim var axı? Fransa yox. Almanya yox. Yox. Almanya hə. Almanya var. Var. Amma qalıb yenə. Vəsyoda Almaniyanı indi dedin. Bayaq da demişdim. Deməmişdin. Demişəm. Nə vaxt? Deməmişsən, baxarıq çəkilişə. Sonra. Baxarıq. Afrikadan və Asiyadan. Kim var axı? Hətta onun çayı da, o adda çay 2 dəfə kəsir ekvatoru. Tondo. Hansı konu? Tondo Demokratik Hə. Respublikası. Bir dənə Asiyadan qaldı. Filipin. Filippin deməmişdin? O da biri Filippin, biri də qaldı. Millət oralara qaçır yay olan kimi. Yay olanda hara qaçır? Biz yox, yəni daha çox pulu olan cəmaat. Vietnama yaxındır biraz da. Tayvan. Bəli. Belə. Belə. Çətinlik.